Martın 20-sindən aprelin 1-nə qədər Novruz bayramı münasibəti ilə tətildir. Sözsüz ki, bu sərnişinlərin nəqliyyatdan istifadəsini əhəmiyyətli dərəcədə azaldacaq. Bayram günləri artıq qapımızdadır. Hər il olduğu kimi bu ildə bayram günlərində ictimai nəqliyyatdan, avtobuslardan, metro qatarlarından və s. istifadə edənlər olacaq. Bəs görəsən bu ərəfədə ictimai nəqliyyatın sərnişinlər üçün tənzimlənməsi necə həyata keçiriləcək? Ekspertlər deyirlər ki, bayram günləri gələndə artıq əhalinin əksəriyyəti rayonlara səfər planlaşdırır. Buna görə də müvafiq qurumlar tərəfindən nəqliyyatın axarlı hərəkətinin təmini əhəmiyyətlidir. Hamımıza məlumdur ki, bayram ərəfəsində insanlarımız rayondan Bakıya, Bakıdan rayondan sıx səfərlər edirlər. Və bu səfərlər zamanı insanlarımız əziyyət çəkməsin deyə dövlət qurumları düzənlənmiş iş yerinə keçməlidirlər. Düşünürəm ki, ümumi sıralı nəqliyyat vasitələri, avtobuslar, eləcə də beynəlxalq avtovağzaldakı avtobuslar, elektrikalar, metrolar və eləcə dəmir yol qurumları, bunlar hər biri düzənlənmiş iş yerinə keçməlidir. Keçmişdəki bəzi təcrübələri nəzərə yetirəsi olsaq, şahidi olmuşuq ki, düzləndirilməmiş iş rejimi zamanı insanlar beynəlxalq avtovağzalda saatlarla növbə gözləyirdilər və elə sakinlərimiz oldu ki, onlara avtobus gəlib çatmayırdı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, qurum tərəfindən sərnişin daşımanı həyata keçirən bütün daşıyıcılara fasiləsiz və təhlükəsiz sərnişin daşımanı həyata keçirməklə bağlı müvafiq tapşırıqlar verilib. Bundan əlavə, həmin ərəfədə paytaxtdakı avtobuslar öz axarında həmişəki qrafiklə fəaliyyət göstərəcək. Eyni zamanda qeyd edək ki, bu 13 gün ərzində martın 19-u və 31-i tarixləri bu daxildir bura. Burada vətəndaşlara kassalarda biletləri tariflərə uyğun olaraq təqdim edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə mütləq qaydada lazımi sayda nəqliyyat vasitələri də buraxılacaq. Bayram günlərində bölgələrə üst tutacaq vətəndaşların çoxluğunu nəzərə alınaraq biz vətəndaşlara tövsiyə edirik ki, biletləri öncədən onlayn platforma olan biletim.az üzərindən əldə etsin.